Buradan sözüm evi 3 ayın içində tikib, içini, çölünü suluyub, təmir eləyib, təhvil verən, işlərlə məşğul olan insanlaradır sözüm. Yəni bu kubiki baxın necə kəsdim, tam mərkəzindən içi bütün sudur. Bax. Görürsünüz, su çıxır içindən. İndi siz deyin, bu kubik 3 aya tikilib, çölü, içi, suvanıb, təmir olunandan sonra bu kubikin içindəki demişdik, quruyanda o buxarlanmanı hara versin? Onun fəsadlarıdır ki, ev təmir olunur, içinə yaşayanda aboy qopur divardan, qaralır, kiflənir, nəmlənir. Bax, ev tikiləndən sonra kutusu tikilib, üstünün krişası vurulmalıdır. O ev ən azı 6 ay qalmalıdır. Həm çökməlidir, həm içindən, çölündən havalanıb, onu divar qurumalıdır. Ondan sonra ona sıvaq vurmaq olar.